Şəhərimizin ad günüdür. Birinci şəhərimizin Şamaxı Şəhidlər Xiyabanında ziyarətini elədik. Oradan hamı bir ağızdan dedi ki, hamımız tez Şirxanın ziyarətində olmalıyıq. Şirxan bala, bugün bu izdiham sənin içindir, xalq sənin içindir, dünya sizin içindir. Allah Teala sizin yerinizi cennet eləsin. Allah Teala bütün şəhid atalarının, şəhid analarının, qalan balalarını gözlərinə çıraq eləsin. Hoşbaht günler görsünler bundan sonra. Bu şəhid atalar, şəhid analar. Ya Rabbim belanlar. Xan Məhəmməd içində Allah Teala qapısında olan, o bağların evində olan, o bağların qapısında şadlıq olsun. Hamımız bir nəfər kimi, bir insan kimi, bir kardeş kimi orada olaq və orada iştirak edək. Çok sağ olun. Hər birinə təşəkkür ederim. Hörmətli şəhid ataları, əziz şəhid anaları. Orada da çok şeylerdir ki, biz Aksakal, Çatak o da gözləyir bizi, o da bizimkidir, bu da bizimkidir. Allah Teala her birinizden razı olsun. Ver hürmetler. İlahi amin. La ilahe illallah vahdehu la şerike la. Lehul mulku ve lehul hamdu ve la kulli şeyin kadir. El Fatiha. Bismillahirrahmanirrahim. Elhamdü Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. Yeka na'budu yeka nesta'in. İhdina sıratel mustakim. Sıratellezine en'amte aleyhim gayril mağdubi aleyhim velezzalin amin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahu samed. Lem yelid ve lem yulad ve lem yekun lahu kufuven. Allah rahmet eylesin tüm şehitlerimize. Fiha semila şeykav ve yattafur. Ve kulla ma nazzalallahu min şeyin أنتم الله في دلال كبير أصحاب الصعير فاعترفوا بذنبهم فسوقا لأصحاب الصعير إن الذين يخشون ربهم بالغيب لهم مغفرة وأجر كريم الحمد لله رب العالمين آمين أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد رب العالمين والصلاة والسلام على رسولنا محمد وعلى آله وصحبه أجمعين اللهم يرى في الدنيا قرينا وفي القبر منيسا وفي القيامة شفيا. Her birinize Aksakkal'a teşekkürümü bildiriyorum. Ona göre ki bugün biz iki şehit balamızın ad gününü qeyd edirik. Sizinle bir yerde. Birinci Şamaxı Şəhidlər Xiyabanında olan Nihat balamızın ad gününü qeyd elədi sizinle. Orada da mənə hele her deyirdiler ki Aksakal orada gözləyirlər. Orada gözləyirlər. Yani buradan buraya için narahat ediyoruz. Çok sağ olun. Her biriniz Allah Teala hoşbaxtlıq, baxtəvərlik, şadlıq qismət eləsin hörmətli şəhid ataları, əziz şəhid anaları. Geldik bugün. Mərçobalı kənd Şəhidlər Xiyabanındayıq. Şirxan balamızı ziyaret elədik. Onunla sağollaşdık, salamlaştık. Onun ruhu buradadır. O öz yoldaşlarının, onlar öz yoldaşlarının olarak dönen keçtiler ki, niyet de, Şirxan da biz bugün burada olaq, bu izdihamı biz görək, bu izdihamla atamızın, anamızın başına yığışmış. Aksakkalımızın başına yığışmış bu izdihamla biz bir yerde olaq, sonra ise Allah Teala onların da Allah Teala duamızı onlara verək. Onlar her biri duasını verdi sizin xalqın milletine. Çok sağ olun. Hörmətli cemaat, əziz xalqım. Sizden bir həmişəki xahişim var. Bir xahişim var sizden ki, bütün şəhidlərimizin bir dəqiqəli sükutla xatirəsini yad edək, sonra tədbirimizi devam etdirək. Çok sağ olun. Teşekkür ederim. Hörmətli cemaat, hörmətli Məlçoban cemaatı. Ben ona göre Məlçoban cemaat deyirəm ki, bugün mən Məlçobanı kəndindəyəm. Allah Teala her birinizdə şahlı qismət eləsin. Bu sağımda duran kişinin her biriniz
qapısına şadlığa gedəsiniz. İmran müəllimin qapısına şadlığa gedəsiniz. Allah Teala bütün şəhid ataları, şəhid analarının qapısına şadlığa gedəsiniz. Hörmətli cəmaət, əziz xalqım, siz böyük qüvvəsiz. Siz dirəksiniz, siz dağsınız. Sizdən böyük qüvvə heç bir şey ola bilməz. Ona görə də mən ilk sözü Xan Məmmədə verirəm. Şirxan atasına buyur, Xan Məmməd. Çox sağ ol Ağarcı müəllim. Allah köməyiniz olsun. Bu 2026-cı ilə qədər bizim yanımızda olsun. Təşəkkür edirəm. İcra nümayəndələri, icra hakimiyyəti, hamısının Allah kömək olsun. Bizə dəstək olsun. Allah razı olsun. Hörmətli şəhid ataları, şəhid anaları, Allah sizləri var eləsin. Allah köməyiniz olsun ki, bu 2026-cı ilə qədər hamımız bir yerdə olun. Allah Niyyət balamın, Şirxan balamın timsalında Allah cəm şəhidlərin ruhunu şad eləsin. Bütün şəhid atalarına, şəhid analarına, Boluca, Sərdinliyə, uzaqdan, yaxından qonaq gələlərə də Allah var eləsin, Allah köməkləri olsun. 2026-cı ilə qədər yanımızda olursunuz. Allah hamımızdan razı olsun. Hörmətli şəhid ataları, şəhid anaları, mən əziz qonaqlar, mən biraz danışacağım, yəni sözü Buyur. Allah kömək olsun, şəhidlərə də dəyər verənlərə, dəyər vermənlər də Allah razı olsun, Allah kömək olsun. Hər biri bu şəhid balalarımız qəhrəmandır, qəhrəman atalarım, qəhrəman analarsınız. Allah hamımızdan razı olsun. Burada icra nümayəndələrdir, Tahir müəllimdir, Allah kömək olsun. İcra nümayəndələrini göndərib, bizim yanımızda olurlar, Allah hamımızdan razı olsun. Mən burada bu xahiş edirəm, bu konservatidir, bələdiyyəmizdir. Deyəcəm onların hamısını. Allah kömək olsun. İndi o Dünəndən söz demişəm səndir. onlara. Allah köməyiniz olsun. Çox sağ ol, təşəkkür edirəm. Allah razı olsun. Təşəkkür edirəm. Hörmətli Paşa xanım, sən bu Məlçuban cəmaətinə deyirsən ki, mən olan yerdə danışmıyorum. Ona görə də anası danışa bilmədi. Buyur sözü sizə verirəm. Çox sağ olun, hörmətli tədbir iştirakçıları, hörmətli icra nümayəndəsi, hörmətli axundlarımız, hörmətli ağsaqqalımız, hörmətli müəllimlər, uşaqlar, şəhid ataları, şəhid anaları, elmin obamın qəhrəman oğulları, qəhrəman qızları. Hər birinizi salamlayıram. Çox sağ olun, var olasınız ki, bizləri bu günlərdə tək qoymursunuz. Allah bütün şəhidlərin yerini cənnət eləsin, məqamları uca olsun, var olasınız. Biz heç kəsdən heç nə istəmirik, amma bizim belə balalarımızın anım günündə, il dönümündə yanımızda olanda biz də fərəhlanırıq. Düzdür, Gültəkin bacı bayaq bir söz dedi, biz balalarımızla ölmüşük. Biz indi balalarımızın o qüruru bizi yaşadır. Bizim balalarımız ki 2020-ci ildən şəhid olandan biz də o gündən ölmüşük. Allah hər birimizə səbir dözüm versin. Bugünkü gündə Xaməmməd sahibə, Allah balığınızın yerini cənnət eləsin. İmran qardaş, balığın yeri cənnət olsun. Allah sizlərə səbir dözüm versin. Mən hər gün deyirəm, öz balama, bütün şəhidlərə, əziz Azərbaycan igid oğulları, haqqınızı bizə halal eləyin, balalarımız. Siz yaşamadınız, siz bu dünyada heç nə görmədiniz. Arzuları ürəyinizdə getdi. Allah hər birinə rəhmət eləsin. Bütün şəhid analarının, atalarının qarşısında baş əyirəm. Sağ olun, var olun. Təşəkkür edirəm. Gültəkin bacı o sözü dedi, bax siz də burada təkrar elədiniz. Siz ölməyin, siz yaşayın, sizin başınız olsun ki, bu xalq sizin başınıza toplaşsın. Hörmətli şəhid ataları, əziz şəhid anaları. Siz böyük qüvvəsiz, siz qürurlu olmalısınız ki, xalq da sizə baxsın, eyni zamanda qürurlansın. Hörmətli cəmaət, bugün Şirxan balamızın qonağı olan insanları sizə təqdim edim. Şamaxı şəhər tam orta məktəbinin 6 saylı tam orta məktəbinin müəllim tələbə kollektivi buradadır. Hər birini təşəkkür edirəm. Başda Yaqut müəllim olmaqla. Bugün Məlik Çobanın kənd icra nümayəndəsi, Məlik Çobanın kənd bələdiyyəsinin sədri. Dünən onlarla mən telefon əlaqəsi saxladım. Çox sağ olsunlar, dedilər Ağsaqa, heç bir narahatlığa ehtiyac yoxdur. Ordu yox.
Təşəkkür edirəm sizə. Mənim sağımda Şirxanın atasıdır. Və eyni zamanda Məlçobanın kəndaxundudur. Hörmətli Hacı. Hacı Mübariz qardaş. Sağımda isə Şamaxı şəhər icra hakimiyyətinin bu işə baxan şöbəsinin, qazi şöbəsinin rəisi hörmətli Cəlal müəllimdir. Eyni zamanda bütün şəhid ataları, bütün şəhid anaları, hər biri buradadır hörmətli Şirxan bala. Bu izdiham sizin içindir, bu hörmət sizin içindir, bu hörmət yox, bu hörmət insanlar laf sizin için biz dizin sürün söydə, yenə də biz için azdır. Mən sənin hörmətli Xan Məmməd, sənin təşəkkürü, sənin təbriki hörmətli İmran müəllimə çatdırdım. Çox sağ ol. Niyyətin yanında, niyyət də işitdim ki, bax bu kişi orada belə deyil. Mən özüm qoymadım gəlmək ki, sən orada o işi təşkil elə, mən burada sənin adından deyəcəm. Allah razı olsun. İmran da öz uşaqlarının ailəsini göndərdi, özü bax buradadır. Hər biri də Allah təala şadlıq, şənlik qismət eləsin. Hörmətli cəmaət, ilk söz Rıza müəllim buyur. İmran buyur. İmran buyur. Hörmətli tədbir iştirakçıları, dəyərli şəhid valideynləri, mənim qürur yerim, baş tacım olan şəhid anaları və dəyərli şəhid-sevər insanlar, ziyalılar, tələbələr, müəllimlər, müəllimələr. Ən əvvəla bugün bizim rayonumuzda iki qəhrəman şəhidimizin anım günüdür. Bu ziyarətə gəldiyinizə görə hər birinizə öz təşəkkürümü bildirirəm. Öz adımla, Xan Məmməd qardaşımın adından, sahibə bacımın adından, öz ailəm adından. Bir daha mən şəhid ata-analarına nə deyərdim? Allah bizlərə dözüm versin. Allah hər birimizin qalan balalarına bərəkətli ömür versin. Baba nənə olmayan bacı qardaşım, baba nənə olsun. Hər birinizə sağlam can sağlarsın. Xan Məmməd qardaş, sahibə bacı, Allah bu gözəl balalarımızın məkanını cənnət eləsin. Bugünkü gündə mövlud olan bütün şəhidlərimizin məkanı cənnət olsun. Allah qazilərimizi, veteranlarımızı saxlasın. Allah bu ağsaqqalımıza da can sağlığı versin. Bu neçə ildir bizlərlə, çiyin-çiyinə bizimlədir. Və burada bizim qəhrəman şəhid qardaşımızın qardaşları var. İlham qardaşım, Məhərrəm qardaşım, dədə Allah sizləri də var eləsin. Və sizlərin də dünyasını dəyişənlərə Allah rəhmət eləsin deyirəm. Nə deyim? Allah bütün şəhid-sevər insanlara can sağlığı versin. Allah icra başçımızı, dövlət başçımızı qorusun. Və bu gözəl işdə əmək olan, kənd cəmaatı eləyib, dövlət eləyib, kim eləyibsə, Allah ciblərinə bərəkət versin, qazanlarına bərəkət versin. Çox möhtəşəm. Allah bu elə, bu obiya xeyir işkimət eləsin. Ağsaqqal sağ olun. Allah şəhidlərimizin məkanını cənnət eləsin. Sağ olun. Ayrı seçili yoxdur. Elə sizin yanınızdadır Sübhan buyur şəhid atası. Əvvəl hamı salamlayıram. Biz daima şəhidləri ziyarət edirik, borcumuzdur. Çünki onlar bizim qeyrətimizi, namusumuzu qoruyan kişilərdir. Bizim Türklərlə bayrağımızı bütün Azərbaycan dalgalandırdılar. Bilirsiniz ki, 100 illərdir Azərbaycan qələbə qazanmırdı. Şükürlər olsun ki, bizim dövrdə bizim balalarımızın qanı bahasına da olsa bu zəfər qazanıldı. Türklərlə bayrağımızı Qarabağda sardılar. Azərbaycan dövlətini qürurlandırdılar. Bizim xalqımızı qələbə qazandırmağa yad elədilər ki, yəni biz qələbə qazana bilərik. Hepslər olsun ki, 250 ilə yaxındır ki, bu torpaq qələbə qazanır. Yəni yadırıxmışdıq qələbəyə, zəfərə biz yadırıxmışdıq. Biz məhz bu günləri tədbir olduğuna görə deyirəm, Şirxanla, Niyyət kimi balalarımızın, qardaşlarımızın sayəsində, bütün şəhidlərimiz sayəsində qələbə oldu. Xalqın birliyi, bərabərliyi bu qələbəni bizə yaşatdı. Əlbəttə bizlər üçün ağırdır, biz balalar itirmişik, oğullar itirmişik, amma qürurluyuq. Qürurluyuq ona görə ki, bizim balalarımız 10 milyon, nəinki 10 milyon, 50 milyonu Azərbaycan xalqının qürurun, qeyrətin, namusun geri qaytardı. Bizim balalarımız müsəlman dövründə, müsəlman aləminə bir örnək oldu ki, yəni birləşib dövlətin başçısının ətrafında olanda qələbə də olur, zəfər də olur. Bunu bizə sübut elədilər bizim bu qəhrəman balalarımız. Allah yerlərini cənnət eləsin. Allah bütün valideynlərə can sağlığı versin, səbir versin, dözüm versin, bizim birliyimizi, bərabərimizi qorusun.
Allah köməyiniz olsun. Təşəkkür Cənnətlik edirəm. ballarımızda yeri cənnət olsun. Biz bütün Azərbaycan o şəhidlərimizə, o döyüşən oğlanların hamısına borcumuz var. Allah yerlərini cənnət etsin şəhidlərimizin. Çox sağ olun. Sağ olun. Şəhid Həsəsi qalib buyur. Ben de bütün ziyaret iştirakçıların salamlayıram, değerli şəhid valideynlərin, gələn qonaqların hamısını. Bugün iki qəhrəman şəhidimizin ad günüdür. İmran qardaşımın oğlu Niyyət balamızın, indi də Şirxan balamızın hal-hazırda tədbiridir. Allah hər ikisinə qəni-qəni rəhmət eyləsin. Onların timsalında Allah cəm şəhidlərimizə rəhmət eyləsin. Xan Məmməd qardaş, Sahib baba, sizə Allahdan səbir diləyirəm. Allah ordumuzu qorusun. Hal-hazırda bizim vətənin keşiyində duran əskərlərimizi, zabitlərimizi qorusun. Üçrəci bayrağımızı daima vətən səmalarında dalğalandırsın. İnşallah Allah bütün şəhid valideynlərinə də səbir versin. Çox sağ olun. Təşəkkür edirəm. Natiq müəllim buyur. Uşaqlara söz verəcəm. Sizi yola sal sözü. Buyur Natiq müəllim. Çox sağ olasınız. Mən də bütün ziyarət iştirakçıları hamınızı salamlayıram. Uzaqdan, yaxından gələn qonaqlar hamınız var olun ki, bu günləri Xamməd qardaşımızla, onun ailəsi ilə bir yerdəyik. Allah hamımızdan razı olsun. Allah Şirxan balamızın, Niyyət balamızın timsalında cəm şəhidlərimizin məqamını uca eləsin, məkanları cənnət olsun. Allah vətən uğrunda canın fəda elədi onlar. Dövlətimizin, millətimizin, bax bugünkü gün üçün onlar şirin canlarından keçdilər. Allah dönə-dönə onlardan razı olsun. Valideynlərə səbir diləyirəm. Dövlətimiz, dövlətçiliyimiz var olsun. Bir daha ağrılı, acılı, qanlı, qadalı belə acı günlər yaşatmasın dövlətimizə, millətimizə. Bayrağımız həmişə ucalarda, bir daha enməsin, ucalarda olsun. Allah ordumuzu güclü, qüdrətli, basılmaz, ayıq-sayıq eləsin. Var olun ki, bu günləri bir yerdəyik. Çox sağ olun, çox var olun. Təşəkkür edirəm. Bayram devamlısan da olsa ayrılmam orada. Ağarım Allah kömək olsun. Mən də hamını salamlayıram. Allah sizdən razı olsun ki, həmişə yanınızda olmuşsunuz. Xan Məmməd qardaş, Allahdan sizin aliyə səbir diləyirəm. Allah bütün qəhrəman şəhidlərimizə rəhmət, yerlərini cənnət eləsin. İlham buyur şəhid qardaş. Çox sağ olasınız. Bugün iki şəhidimizin doğum gününə yığışmışıq. Allah hər ikisinə rəhmət eləsin, məqamları uca olsun. Allahdan valideynlərinə də səbir diləyirəm. Çox sağ olun. Allah cəm şəhidlərimizə rəhmət Təşəkkür edirəm. Çox sağ olun. Xan baba. Çox sağ olasın. Xamməd qardaş, Sahibə bacı. Allah səbrinizi versin. Allah Şirxan qardaşımızın timsalında Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məqamları uca olsun. Allah səbrinizi versin. Təşəkkür edirəm. Mənə məlumat verirlər ki, hörmətli şagirdlərimizi soğuk dava onlara söz ver bırak. Beləliklə mən Şamaxı şəhər tam 6 sayılı tam orta məktəbinin müəllimi, direktörü, hamısı olan hörmətli Yaqut xanım buradadır. Buyursun Yaqut xanım öz ürək sözünü desin. Sonra o bağlarımın öz ürək sözlərini mən babalara deyəcəm. Mən də hər birinizi, bütün şəhid valideynlərini, bütün o icra nümayəndələrini, yəni ağsaqqalımızı başda olmaqla, hacılarımızı, hamımızı salamlayıram. Bugünkü gün bizim Niyyət qardaşımızın, şəhidimiz Şirxanın doğum günüdür, ad günüdür. Biz də bura gəlib özümüzün, belə deyim ki, çox kiçik payımızı da, yəni burada iştirak etməklə o şəhidlərə olan hörmətimizi, ehtiramımızı bildirmək üçün gəlmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah dövlətimizi qorusun, ordumuzu qorusun. Bizə qürur yaşadan şəhid valideynlərinə minnətdarıq ki, elə evlatlar böyüdüblər. Qazilərimizə Allah can sağlığı versin. Bir daha bütün şəhidlərimizə Allah rəhmət eləsin. Prezidentimizi, xalqımızı qorusun, dövlətimizi qorusun. Təşəkkür edirəm. Çox sağ olun. Bu böyük bir heyətlə gəlmisiniz. Mən də bu bağlarımın hər birinə təşəkkür edirəm. Babalara təşəkkür edir. Onların bugün burada bir ziyarətdə olması elə bizim üçün də qürurdur. Sonra Şirxan üçün də qürurdur. Şirxan da onlar gördü.
onlarla söhbətləşdi və onlara sağ ol dedi. Allah rəhmət eləsin, Allah valideynlərinə səbir versin. Təşəkkür edirəm. Çox sağ ol. Vasif. Gəl atası, buyur. Allah'tan bütün şehit valideynlere sabır diliyorum. Kardeş Allah Şirkan'a da rahmet eylesin diyek. Ancak bizim rahmetimiz artırdı çünkü onlar Allah karşısında bilirler hardadır, en yüksekte zirvedediler. Allah'tan bütün şehit valideynlere sabır diliyorum. Sağ olun. Vahid müəllim buradaydı, mənim gözümə dəydi. Hara getdi? Yok demek yedim. Ha, işlər ama. Durmaz dağlarımızı heç vaxt unutmasın. Xalqımız da unutmasın. Allah valideynlerine səbir versin. Məkanları cənnət olsun. Onlar öz sözlərin bayaq dediyim kimi deyib getdilər. Necə lazımdır. Allah onların məkanını cənnət eləsin. Məqamını uca eləsin inşallah. Çox sağ olun. Allah valideynlərinə də səbir versin. Sağ olun. Allah'a emanet. Təşəkkür edirəm. Təşəkkür edirəm. Zakir. Zakir, buyur. İş mübədətli şəhərlərin qarşısında başarılı. Valideynlərə səbir diliyorum. Şəhərlər haqqında istənilən qədər danışmaq olar. Şəhərlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edir. Allah onu dövlət də bilir, xalq da bilir. Allah bütün şəhərlərimizin ruhu şad eləsin. Sağ olun. Çox sağ ol, təşəkkür edirəm. Hörmətli Bahar xanım, səndən əl çəkməyəcəm. Buyur bir də çəkəcəm. Çox sağ olun. Allah köməyiniz olsun. Hər biriniz bu şəhidin ziyarətə gəlmişsiniz. Allah sizə var canınıza sağlıq versin. Muhammed qardaş, sahibə bacı. Allah gözəl balanın yerin cənnət eləsin. Bugünkü gün 2 dənə şəhidimizin ad günüdür. Dəyişilməyən ad günlərinə anaları qurban, məkanları cənnət olsun. Niyyət bala, Şirxan bala, məkanı cənnət olsun. Allah valideynlərinə səbir versin. Amin. Allah bundan belə ölkəmizə, dövlətimizə şəhidlik qismət eləməsin. Şəhid balalarımızın məqamımız olsun, ata-analarına səbir versin. Amin. Çox sağ olun, Allah razı olsun. Çox sağ ol, təşəkkür edirəm. Çox sağ olun. Rəna xanım, buyur. Söz verdiyinizə mən də salamlayıram. Şəhid ailələri başda olmaqla, tədbir iştirakçılar. Şəhidimizə Allahdan rəhmət diləyirəm. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Biz onlara borcluyuq. Çox şükür ki, bugün onları ziyarət eləmək bizə qismət oldu. Allah qəbul eləsin cəm şəhid ziyarətləri. Allah valideynlərinə səbir versin. Yerləri cənnət olsun şəhidlərimizin. Təşəkkür edirəm. Çox sağ olun. Qonaq dəyir gözümə. Qonaq da deyir, özümüz gedir. Buyurun, həm bir neçə kəlmə. Şəhid anası. Allah bütün şəhidlərin məqamını uca eləsin, yerin cənnət eləsin. Acı dərddir, ağır dərddir, ancaq qürur verdidir. Allah bizə səbir versin, axlımızı əlimizdən almasın. Allah bütün şəhidlərin məqamını uca eləsin, yerin cənnət eləsin. Amin. Çox sağ olun, təşəkkür edirəm. Məlik Çobanı Kənd Tam Orta Məktəbinin direktoru buradadır. Mənlə də salamlaşdı, görüşdü. Buyursun. Səfər müəllim. Bugün Şirxan balamızı ziyarətə gələn bütün şəhid atalarına, şəhid analarına dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Və onların qarşısında baş əyirəm. Allah Taala həmişə şəhidlərimizin məqamını uca eləsin. Sizin biz onlarla həmişə fəxr eləmişik. Artıq 4-cü gündür ki, biz tədbirlərimize uyğun olaraq Şirxan balamızın həyatı, fəaliyyəti, döyüş yolu haqqında dərslərimizdə gündəlik təbliğ edirik və bugün də tədbirimiz davam edir. Günün ikinci yarısında yenə də burada olacaq, öz balamızı ziyarət edəcək. Mən bütün şəhidlərimizin qarşısında baş əyirəm. Allah Taala onların məqamını həmişə uca eləsin. Ata-analarına isə qarşısında baş əyirəm. Çox sağ olun, minnətdarım. Təşəkkür edirəm. Məlik Çobanı Kənd Siyah nümayəndəsi. Dostum müəllim buradadır. Buyurun. Mən də hamı kimi bütün şəhid analarını və şəhid atalarını salamlayıram. Bu şəhidlərimizə Allah rəhmət eləsin. Şəhidlik elə bir zirvədir ki, bu zirvə, bu dağ bizə Azərbaycanın əbədi olaraq suveren olmağını, əbədi olaraq müstəqil olmağını təmin etdi biz üçün. Şəhidlərimizin sayəsində bugün vətənimizin qürurlu duruşu, rəhbərimizin böyük dövlətlərin rəhbəri ilə
necə də onlarla həm fikir kimi, onlarla bir səviyyədə görüşməyi məhz elə şəhidlərimizin qanı bahasına, şəhidlərimizin o dəyanəti və şücaəti nəticəsində olub. Allah həmişə bayrağımızı uca eləsin, Allah həmişə vətənimizi qüdrətli eləsin, Allah şəhidlərimizə rəhmət eləsin. Təşəkkür edirəm. Məli Çobanı, Çarıhan və bir neçə kəndin bələdiyyə sədri, hörmətli qardaşımız buradadır. Təşəkkür edirəm söz verdiyiniz üçün. Bütün tədbir iştirakçılarını salamlayıram. Hər birinə təşəkkür edirəm bu gün burada iştirak edildiyinə görə. Bu günlərim qəhrəman oğlumuz Şirxanın anım mərasimini toplaşmışıq. Yəni bu şəhidlik zirvəsi elə bir zirvədir ki, o hər adama nəsib olmur, hər adama qismət olmur. Dövlət rəhbərimizdən, icra başçımızdan da Allah razı olsun ki, fərd olaraq bütün şəhidlərin, bütün şəhid ailələrinin yanındadır. Onlara xüsusi diqqət göstərir, xüsusi diqqət bəsləyir. Bütün şəhid ailələrinə təşəkkür edirəm, onlara səbir diləyirəm. Allah hər birindən razı olsun. Sağ olun. Təşəkkür edirəm hər birinizə. Gözəl solğun çıxışınız. Onun yerin cənnət eləsin. Məkanı cənnət olsun. Fatıma sənə Allahdan səbir diləyirəm. Allah hər birimizə səbir versin. Sənin də qardaş balon yerin cənnət olsun. Ayırmayacağım şu bir-birindən. Necimə xanım buyur şəhid anası. Allah şəhidlərimizin məqamımızın yerini cənnət eləsin. Allah bacıma, qardaşıma səbir versin. Allah şəhid ailələrinə səbir versin. Ordumuzu qorusun. Qazilərimizə can sağlığı versin. Təşəkkür edirəm. Hacı buyur. Salamlayıram ziyarət əhlin. Yəni vaxtımıza görə xırdalamırıq. Ziyarət elə buradan başlayır. Yəni ərəbcə görüş deməkdir. Bugün bəli deyə bilərsiniz ki, axı ölü ilə görüş düz gəlmir, amma əslində Allah Quranda bizə buyurur ki, Allah yolunda öldürülənə ölü deməyin. Demək dirilərlə biz görüşürük. Və bu görüşümüzü hamıdan üzr istəyirəm. Və hər kəsin burada şəhidi var. Hər kəsin şəhidin qohumu var, yaxını var. Heç olmasa da burada vətənpərvər insanlar var. Yəni Azərbaycanlı olaraq hamısı bizim şəhiddir. Sənin evindən çıxdı, amma elə qovuşdu. Azərbaycanda hər nə qədər neçə min ailə varsa, o ailə hamısı, mən qeyd eləmişəm, onlar şəhid ailəsi sayılır. Əgər özün şəhid ailəsi sayılmasa, deməli Azərbaycanı deyir. Yəni bizim burada bir yumruq altında birləşən 44 gündə tarixdə görünməmiş bu az bir vaxtda böyük bir qələbəni 30 ildən sonra böyük bir qələbəyə çatmaq hər deyək ki, ölkənin o cəngavərlərin işidir. Allah buz elədi ki, Ali Baş Komandamız biz ona böyük ehtiram və onun fərmanını gözləyərək əlbəttə hamı arzusunda idi və fərman verilən kimi bütün Azərbaycan zamanları sevincək bu işə qatıldı. Yeganə müharibədir ki, burada fəraid olmadı. Çıxışa geç. Heç kim deyə bilməz ki, bu cürlə. Elə çıxış edirəm, xahiş edirəm, şəhidimizə qiymət verək. Və biz mütəmadi olaraq təkcə Şamaxda yox, Azərbaycan şəhidləri hamımızındır. Mən bu yaxında Qəbələdə oldum və Şamaxlı adından orada iştirak elədim. Və onlar da Şamaxa buradakı bizim salamımızı deyilən, hamımız biri torpağımızın bütövlüyü uğrunda, Azərbaycanımızın və o bayraq uğrunda hamımız can verdik, qan verdik. Nəticədə bəli, bütöv vətənə sahib olduq. İnşallah mən də bizim bir qrupumuz var, Şirvanın Səsi qrupunun şairləri. Onların adından da şəhid valideynlərə Allah ruhlarını şad eləsin deyirik. Və buradakı hamılıqla burada bir vətən oğlu, kiçik bir şey var, vətən oğlu. İnşallah onu da ərz edeyim, xidmətə çatdırım. Köksünə sığındım bu torpaqların, hər yanı şöhrətdir, şan, vətən oğlu. Uğruna can qoydunuz, bu məğrur elin. Canından bir parça can, vətən oğlu. Hər zaman qürurla fəxrimiz oldunuz. Günlərlə yazılan sətrimiz oldunuz. Hər yer vətən qoxan ətrimiz oldunuz. Yazır tariximi, qan, vətən oğlu. Neçə min oğlun yatdığı torpaq, ruhuna qanını qatdığı torpaq. Bir şəhid qoxusu datdığı torpaq.
sizinlə düzərir can vətən oğlu. Ölkənin hər yürüş zəngi oqandır. İstiqlal marşının zəngi oqandır. Şərəfin qırmızı rəngi oqandır. Açılır ruhuza dan vətən oğlu. Bu yurt mübarizlər, poladlar yurdu. Onlar qanları ilə bir vətən qurdu. Oğullar köksünə mərmi doldurdu. Yaşadır hər zaman an vətən oğlu. Yaşadır hər zaman an vətən oğlu. Allah ruhlarını şad eləsin şəhidlərimizin. Hörmətli cəmaət, bu yanaxunlar yanımdadır. Məhbşobanı kənd axunlu sağımda durub. Hörmətli bu qardaşımız. Təbriz buyursun. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala eşrafil enbiya ve alel mursalin velhamdülillahi rabbil alamin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Hər biriniz xoş gəlmisiniz. Allah Teala Bəqərə surəsinin 154-cü ayəsi belə buyurur: "Və la taqulu limen yuqtalu fi sabilillahi amvat bel ahya'u velakin la teş'urun." Allah yolunda öldürülənlərə ölü deməyin. Onlar Allah dərgahında diridirlər, lakin siz bunu dərk edə bilməzsiniz. Mən indi hər kəs müxtəlif mövzulardan danışır. Əsasən bizim mövzumuz İslam şəhidləri iləndir. Biz bu İslam şəhidlərində təsəlli tapırıq. Çünki onlar bizim milli mənəvi irsimizdir. Çünki biz onları xahiş edirəm. Mən söz verilməmiş keçən səfər. Mən biraz danışım, mən danışmaq heç olmazsa. Mən Abdullah Muhammed Zəkəriyə ən Qəhtələvinin danışırdım. Siz müdafiə etməyin də. Muhammed Zəkəriyə Qəndəhləvinin Fədaül Əməl kitabı var. Orada Abdullah ibn Cəxş radiyallahu ondan Sad ibn Abu Vakkas radiyallahu anh bir aralarında bir söhbət keçir. Ühud döyüşündən bir gün qabaq. Abdullah ibn Cəxş deyir ki, gəl bir köşkə çəkilək, gəl dua eləyək. Uhud döyüşündən bir gün qabaq. Demələr duaları belə olur. Birinci Abdullah ibn Cəxş radiyallahu anh duasında deyir ki, Əstəğfurullah, Sad ibn Abu Vakkas radiyallahu anh duasında deyir ki, Ya Rəbbim, sabah cəng meydanında, döyüş meydanında mənim qabağıma elə bir düşmən çıxar ki, mən onu öldürüm və onun qənimətlərini əldə edeyim. Kafirin qənimət əldə edeyim. Abdullah ibn Cəxş radiyallahu anh deyir ki, amin, dua eləyir. İndi Abdullah ibn Cəxş radiyallahu anh dua eləyir. Deyir ki, ya Rəbbim, sabah mənim qabağıma elə bir düşmən çıxar ki, elə bir güclü bir düşmən çıxar ki, mən onunla döyüşüm, məni şəhid eləsin. Bildiyimiz kimi cahiliyyə dövründə, necə ki Xocalı soyqırımında, Qaradalğı soyqırımında vəhşicəsinə qulağını kəsərdilər, burnunu kəsərdilər. Deyir, mənim qulağımı, burnumu kəssinlər. Mən cənnətdə Allah Taala'nın qabağına çıxanda Allah Əzə və Cəllə mənə desin ki, ey Abdullah ibn Cəxş, sənə nə oldu? Sənin burnun nəyə görə kəsildi? Mən də deyim ki, ya Rəbbim, sənin rıza üçün kəsildi. Sənin rıza üçün mən şəhid oldum. Allah Teala deyir, bəli, ey Cəxş, sən mənim rızam üçün döyüşdün, mənim üçün burnun kəsildi. Sonra yarmıq döyüş olur. Yarmıq döyüş olur. Yarmıq döyüşündə İkrimə İbn Cəhlin radiyallahu anh, İkrimə bildiyimiz kimi ən əzəmətli sahabə olur. Onun atası kafir olur. Amma oğlu ən əzəmətli sahabə olur. Allah üçün döyüşən. Deməli, yarmıq döyüşündə şəhid olur və sussuyur. Necə olsa sussuyur, su istəyir. Görür yanında qardaşlar var. Görür o da sussuyur. Deyir, mənə vermə, qardaşıma ver. O qardaşı da görür ki, yanında bir qardaş var şəhid olan, o da sussuyur. Deyir, mənə vermə, ona ver. O qardaşı da deyir ki, suyu mənə vermə, ona ver. Ən axırıncı şəhidə çatanda görür, hamısı şəhid olur. Çünki niyə? Hamısı qardaşlıqla bir-birini yad eləyə özlərin nəfslərinə görə yox, Allah üçün bir yerdə olduqlarına görə şəhid olurlar. Həqiqətən də Allah Əzzə və Cəlləyə həmd olsun ki, bizim Qarabağ müharibəsində bütün əsgər qardaşlarımız Ali Baş Komandanın dediyi kimi bir yumruq kimi oldular. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, iki göz qiyamətdə cəhənnəm odundan yanmaz. Biri hansıdır? Biri Allah üçün ağlayan gözdür. İkincisi isə vətən keşiyində durub vətəni qoruyan əskərdir. Qiyamətdə o gözlər yanmaz alovda. Sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədis şərifində buyurur ki, həqiqətən də möminlər
o möminlər həqiqətən də bir yumruq kimi bir yerə yığışdılar. Bir yerdə şey elədilər. Allah Teala'ya həmd olsun. Bax bizim məsələn Göylər kəndində Elgün qardaşımız var. Atası burdadır Vasif əmi. Allah Teala xeyirli ömür versin. Elgün qardaş Şəkidə hafiz olub. 2020 mən özüm Zaqatalada oxumuşam. 2023-cü ildə biz onun təqdimatında olmuşduq, hafizlik təqdimatında. Həm orada sevinc var idi, həm kədər var idi. Sevinc var idi ki, əlhamdülillah o məqam elə bir məqamdır ki, Elgün qardaşımız o məqama, ali bir məqama ucaldı. İkinci kədər odur ki, Qəmər xanım Qafqaz Müsəlmanlar İdarəsində Qəmər xanım diplomu özünə deyil, anasına, atasına təqdim elədi. Kəş ki biz istəyərdik ki, Elgün qardaşımız da orada olsun. Həqiqətən də Allah Teala'ya həmd olsun ki, bugün bizim Qarabağdakı torpaqlarımız 30 ildir ki, orada əzan səsi eşidilmirdi. O erməni kafirləri, küffarları bizim o məscidlərimizdə Şuşa məscidi olsun, Şuşa məsciddə donuz saxlayardılar, inək saxlayardılar. Bu nədir? İslam aləmini təhqir etməkdir. İslam aləmi təhqir etməkdir, aşağılamaqdır. İslam aləmi gördü ki, əlhamdülillah 44 günlük vətən müharibəsində bizim o igid əskərlər qəlbindəki o iman nuru ilə getdilər, həmin o nəyin bahasına olursa olsun, bizim o torpaqları işğaldan azad edilər. 30 ildən sonra o minarələrdə əzan səsi eşidildi. Ağdam məscidi var idi. Ağdam məscidində bir dənə yer qoymamışlar. Sadəcə olaraq bir dənə mehrab var idi, dağılmış mehrab. Bir dənə o qalmışdı. Bu sadəcə olaraq o erməni kafirlərin məqsədi nə idi? Birincisi ən qabaqdan İslamdır. İslamı yıxmaqdır. Onlar heç vaxt İslamı yıxa bilməzlər. Çünki İslam daim olacaq. Əlhamdülillah ki, bu 30 ildə dözmə var idi. Dözü. Axırda o deyir o su bardaqdan, istəkandan daşandan sonra o daşdı, o daşandan sonra onlar qaldılar suyun altında. Onlar bunu bilməliydilər. Həmd olsun aləmlərin Rəbbi olamız Allaha. Həqiqətən də şükürlər olsun. Danışacaq idim, nəsə sözüm kəsildi. Allah yenə də razı olsun. Çox sağ olun, təşəkkür edirəm. Allah Teala şəhidimizə rəhmət eləsin, ailəsinə səbir versin. Çox sağ ol, təşəkkür edirəm. Amma keçən səfər kayfu da çıxdım məndən. Yox, keçən səfər deyirsən. Bir kəlmə də mən əlavə eləyim mən. Bir Pakizar bacı deyir ki, evladlarımızla biz ölmüşük. Bu əksinə, bu fikri heç vaxt dilinizə gətirməyin. Əksinə, sizin bağlarınızın sayəsində, qəhrəmanlığı sayəsində Azərbaycan xalqı ayaq üstə durdu. Bu vaxta kimi baş aşağı gəzirdik. Özümüzü təqsirkar bilib gəzirdik. Ancaq indi şükür olsun Allah ki, başımız uza gəzirik. Onların qarşısında baş ərim o şəhidlərin qarşısında. Allah onlara rəhmət eləsin. Onlar sizin adınızı tarixə yazıb və həmişə inşallah onların xatirəsi əbədi olaraq yad olunacaqdır. La ilahe illallah vəhdehu la şərikə lə, ləhul mulku və ləhul hamdu və la kulli şeyin qadir. El-Fatiha. Bismillahirrahmanirrahim. Elhamdü Rabbil alemin. Er-Rahmanirrahim. Maliki yevmiddin. Yaka na'budu yaka nesta'in. İhdina sıratal mustakim. Sıratellezine en'amte aleyhim. Gayrul mağdub aleyhim velezzalin. Amin. Bismillahirrahmanirrahim. Kul huvallahu Allahu samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven. Allah cem şehirlerimizde